Mövzu çox maraqlıdır. Kiminsə sizə qarşı marağını göstərən o incə, bəzən də düzü, çaşdırıcı işarələr. Bəli, salam. Həqiqətən də bəzən anlamaq çətin olur, deyilmi? Elədir. Məqsədimiz də elə sizin göndərdiyiniz bu mənbələrdən əsas məqamları çıxartmaq, o qeyri-müəyyənliyi, necə deyim, biraz azaltmaqdır. Və bəlkə də o yöndəmsiz anların qarşısını almağa kömək etmək. Gəlin başlayaq, görək sizin materiallarda nələr var. Məncə başlayaq. Baxın, sizin paylaşdığınız mənbələrdə də bu siqnalları oxumağın sosial münasibətlərdə nə qədər vacib olduğu vurğulanır. Amma demək olar ki, hamısı bir şeyi qeyd edir. Nəyi? Hər kəs fərqlidir. Yəni bu işarələr həmişə dərin romantik maraq anlamına gəlməyə bilər. Düzdür. Kontekst vacibdir yəqin ki. Əlbəttə, kontekst və davranışların ardıcıllığı. Sizin materiallarda da bunlar açar sözlər kimi görünür. Məqamlardan biri sizin də göndərdiyiniz qeydlərdə var idi. Kiminsə sizi öz dostları ilə tanış etmək istəyidir. Mənbələrdə bu sadəcə nəzakət kimi yox, daha çox elə bil sizi öz daxili aləminə buraxmaq, həyatının bir parçası etmək istəyi kimi təsvir edilir. Bəli, bəli. Həm də dostlarının fikrini öyrənmək niyyəti də ola bilər deyilir. Bu maraqlı nöqtədir. Göz təması necə? Sizin materiallarda bundan da geniş danışılır. Hə, göz təması çox önəmlidir. Sadəcə baxmaq yox amma, məhz o davamlı, mənalı baxışlar. Necə yəni mənalı? Hətta bir araşdırma qeyd olunmuşdu sizin materiallarda deyəsən. İlkin tanışlıqda müəyyən saniyədən, səhv etmirəmsə 3-4 saniyə idi. Çox davam edən qarşılıqlı baxış cazibə hissi ilə güclü əlaqə göstərir. Bu, sanki səninlə əlaqə qurmaq istəyirəm mesajı kimi şərh edilir. Bəs o kimya hissi bu barədə nə deyilir? Sizin mənbələrdə bu da tez-tez xatırlanır? Yəni söhbətin su kimi axması, zarafatların tutması, elə bil bir-birini yarı sözdən anlamaq. Düzdür, bu da var. Mənbələr bunu subyektiv bir his kimi təsvir edir, amma bəzi konkret davranışlarla da əlaqələndirirlər. Məsələn? Məsələn, sizin qeydlərinizdə limbik sinxroniya deyilən bir şey var idi. Yəni, qarşı tərəfin sizin bədən dilinizi, jestlərinizi şuursuz şəkildə təkrarlaması. Təkrarlaması? Maraqlıdır. Bəli. Bu, dərin uyğunlaşma və əlaqənin göstəricisi kimi qəbul edilir və tez-tez qarşılıqlı cazibə ilə bağlı olur. Xüsusən də bu davranış, belə deyim, yalnız sizə qarşı müşahidə edilirsə. Aha, bu çox maraqlıdır. Amma başqa bir tərəfdən, sizin materiallarda o da qeyd olunur ki, bəzən həyəcan və ya yöndəmsizlik də işarə ola bilər. Elədir. Və sual yaranır, bu ümumi sosial həyəcandan necə fərqlənir? Yəni, adam bəlkə elə həmişə həyəcanlıdır. Mənbələr bu fərqi qoymağa kömək edirmi? Edir. Sizin paylaşdığınız sosial psixologiya məqalələrindən birində məhz bu fərq vurğulanır. Ümumi sosial narahatlıq başqa şeydir. Yalnız müəyyən bir şəxsin yanında yaranan həyəcan başqa. Yəni necə? Əgər kimsə başqaları ilə çox rahatdırsa, amma məhz sizin yanınızda, necə deyim, əlləri əsir, sözlərini qarışdırırsa, bu, sizin ona fərqli təsir etdiyinizi göstərə bilər. Anladım. Materiallar bunu çox vaxt sizə yaxşı təsir bağışlamaq istəyindən qaynaqlanan təzyiqlə əlaqələndirir. Yəni, görəsən nə düşünür? Narahatlığı. Deməli, yenə gəldiyi o istisna olmaq faktoruna. Bəli, məhz. Sizin materiallarda tez-tez təkrarlanan digər işarələr də var idi. Səmimi gülümsəmək, xüsusən gözləri ilə. Hə, o gözlərin içi gülməsi deyirlər. Bəli. Və sizinlə tək qalmaq üçün bəhanələr axtarmaq. Məsələn, kömək təklifi ya da eyni vaxtda kofe götürməyə getmək kimi şeylər. Bunlar da məhz sizə qarşı olanda daha çox məna kəsb edir. Tam olaraq. Əgər bu davranışlar sistematikdirsə və əsasən sizə yönəlibsə və bir detal da var idi sizin mənbələrdə. Buyurun. Kiminsə söhbət əsnasında elə bir təsadüfən subay olduğunu qeyd etməsi. Aha. Bu da maraqlıdır. Bu, çox vaxt birbaşa maraq ifadə etmədən potensial münasibət üçün, necə deyərlər, qapını açıq qoymaq kimi şərh edilir. Amma yenə də ən çox vurğulanan məhz bu istisna prinsipidir. Yəni bu davranışların əksəriyyəti, o gülümsəmə, həyəcan, tək qalmaq istəyi demək olar ki, yalnız sizə yönəlibsə. Bəli, onda bu adi nəzakət və ya dostluqdan daha çox şey ifadə edə bilər. Ancaq sizin göndərdiyiniz məqalələrdən biri deyəsən bir xəbərdarlıq da edirdi. İlkin cazibə həmişə davamlı olmur deyirdi. Yəni, bu işarələri görmək hələ hekayənin sonu deyil, hələmi? Bəli, bu çox vacib bir məqamdır.
Və sizin mənbələrdə də bu çox realist bir baxışla təqdim olunur. İlkin maraq yarana bilər, amma insanlar bir-birini daha yaxından tanıdıqca, əgər o uzun müddətli uyğunluq, ortaq dəyərlər ya da axtardıqları xüsusiyyətlər tapılmasa, o ilkin qılcım sönə bilər. Yəni, bu işarələr sadəcə potensial bir başlanğıc nöqtəsidir. Məsələ, sadəcə bir qapının açılması kimi düşünün, içəridə nə olduğu sonra bilinir. Beləliklə, sizin materiallardan çıxan əsas nəticə deyəsən budur ki, tək bir işarəyə ilişib qalmaq əvəzinə davranışlardakı ümumi mənzərəyə baxmaq lazımdır. Bəli, nümunələrə və ən əsası sizin üçün edilən o istisnalara diqqət yetirməyi, ayədəni və hər siqnalı öz kontekstində dəyərləndirməyi tövsiyə edir. Bu təhlili yekunlaşdırarkən sizin üçün də bir düşüncə mövzusu qoyaq ortalığa. Buyurun. Əgər sizin təhlil etdiyimiz bu materiallarda təsvir olunan işarələri görsəniz, növbəti addımınız nə olardı? Və bu ilkin marağın səmimi və potensial olaraq davamlı olduğunu necə anlamağa çalışardınız? Bax, bu sual üzərində düşünməyə dəyər.